Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Lənkəran Su Meliorasiya Sistemlərinin İstismar İdarəsi suvarma mövsümünü uğurla davam etdirir. Bunun üçün rayon ərazisində bütün meliorativ tədbirlər icra olunur. Rayonun Türkəkəran, Hirkan və Daşdalıqlar kəndlərində qapalı suvarma şəbəkəsində təmir işləri aparılıb. Maşın mexanizmlər sazlanıb, su buraxıcı qapılar yağlanaraq suvarmaya hazır vəziyyətə gətirilib. Ötən illərdə olduğu kimi cari ildə suvarma kanallarında 18 kilometr uzunluqda hissədə 57 min kubmetr təmizlənmə, lildən təmizlənmə, 24 min kubmetr həcmində torpaq hamarlama işləri aparılmışdır. Kollektor drenaj şəbəkələrində 24 min kubmetr lildən təmizlənmə, 10 min kubmetr həcmində torpaq hamarlama işləri aparılmışdır. Kanalların lildən təmizlənməsi və suvarma şəbəkəsinin daim nəzarətə saxlanılması əkin sahələrinə verilən suyun itkisiz və sürətli çatdırılmasına imkan yaradır. Bu isə məhsul bolluğuna gətirib çıxarır. Son illər Lənkəranda çiçək yetişdirərək gəlir əldə edən fermerlər bu sahəni daha da inkişaf etdirmək istəyirlər. 6 ildir bu işlə məşğuluq. Daha öncə də əkinçiliklə, yəni çəltikçiliklə məşğul olmuşuq. Dolanışığımız hamısı buradan keçir. Burada ana bacılarımız, hamısı qardaşlarımız burada işləyir. Biz yəni ümumi birgəyik, hamısı bir yerdə qohum əqrabalar. Hər kəsin də yəni öz bağı var. Gəlirli sahadır, yəni ki, üstü, min şükür, hamısı yəni buradan dolanır. Xanbulançay su anbarında bu il kifayət qədər su toplanıb ki, bu da suvarmanın qızğın olan dövründə istifadə olunacaq. Bundan başqa nasos stansiyalar, hidrotexniki qurğularda da təmir işləri aparılaraq saz vəziyyətə gətirilib. Xanbulan su anbarının ümumi həcmi 52 milyon kubmetrdir. Hal-hazırda tam şəkildə 51 milyon kubmetr su tədarük edilmişdir. Qeyd edək ki, Lənkəran Su Meliorasiya Sistemlərinin İstismar İdarəsinin içməli su xidməti göstərdiyi abonentlərin sayı 17.797, qeyri-əhali abonentlərinin sayı isə 408-dir. Hesabat dövründə ümumilikdə 6.772 ədəd iş əmri icra olunub. 2026-cı ilin 3 ay ərzində idarənin su şəbəkəsində 88 ədəd su qəzası baş verib ki, həmin qəzalar operativ şəkildə aradan qaldırılıb. 270 pagometr müxtəlif diametrli yeni içməli su xətti çəkilib və 8,5 pagometr müxtəlif diametrli içməli su xətti təmir olunub. Ümumilikdə 278,5 pagometr müxtəlif diametrli içməli su xətti çəkilib və təmir olunub.